izahını verəcəm. Neyse. Kaydımızı da başlattıqsa, onda başlayaq yavaş-yavaş. Deməli, bir dəfə baxa kaydımız işləyir. Aha, işləyir. Deməli, sınav neçədən qalmışıq? Sonra yavaş-yavaş başlayaq işləməkdən. İlk növbədə sizə onu demək istəyirəm ki, bu 2019-undur. 2019-un buraxılışı. Ki, tip olaraq biraz çətindir. Məsələn, biraz çətin tip suallar var burada. Ki, imtahanda bu qədər çətin tip olarmı? 1-2 dənə sual istisna olmaqla tam imtahan tipli modeldir. Tam imtahan modelidir. Ha. Ona görə də bu tipli suallar işləmək nəinki digər kursların imtahanını işləməkdən daha sərfəlidir. Çünki bu sırf imtahan tiplidir. Yəni, sırf imtahan ilə işləyirsən də. Ona görə də burada daha çox diqqət vermək lazımdır bu tipli suallara. Daha çox izahlara qulaq asmaq lazımdır və belə. Qeydlər aparsanız qeydlər aparın. Başa düşməyiniz olsa anında soruşun. Mən də sizdən soruşacağam ki, başa düşdünüz yoxsa yox. Nəysə uşaqlar, indi vaxt itirmədən başlayın. Baxın, bir söz soruşuram. PDF hamıda açıq-aydın oxumaq olurmu, yoxsa bir problem var? Balacadırmı, oxumaq olmur? Belə şeymi, yoxsa hamı oxuya bilir? Olur. Aha. Olursa. Oxumaq olur. Yaxşı. Onda vaxt itirmədən başlayaq. Deməli. Birinci sual. Məncə birinci sual hamınız düz yazarsınız. Baxın, ədədimiz tutaq ki, A ədədidir. Nədir? Kökdə 5 çıxılsın 2. Bir dəqiqə uşaqlar, ola bilər uşaqlardan kimsə yazsın, buna bir baxın. Bir dərs yazın. Hə, nəysə. Deməli, dedik ki, A ədədimiz bərabərdir kökdə 5 çıxılsın 2. Məsələn, A ədədi. Bu ədədin tərsi, A ədədinin tərsi nədir? 1 bölsün A. Yəni olacaq 1 bölsün kökdə 5 çıxılsın 2. Ki, riyaziyyatda da məxrəci irrasional qalmağı xoşlamırlar. Ona görə bunun qoşmasına vururlar. Hər tərəfi kökdə 5 plus 2-yə vururlar. Bir nömrəli sualın izahadır bu. Vurandan sonra nə olur burada? Yuxarıda qalır kökdə 5 plus 2. Aşağıda nə qalır? Kökdə 5-in kvadratı çıxılsın 2-nin kvadratı. Yuxarıda nə qaldı? Yuxarıda kökdə 5 plus 2 qaldı. Aşağıda nə qaldı? Kökdə 5-in kvadratı nədir? 5. 2-nin kvadratı nədir? 4. Demək, yekunda qaldı cavabım kökdə 5 plus 2. Demək, bunun tərsi kökdə 5 plus 2-dir. Deyir, bu kökdə 5 plus 2-ni nəyə vur? Bu ədədə vur. Yazsan ki, kökdə 5 plus 2 vurulsun nəyə? Kökdə 20 çıxılsın 4-ə. Bərabərdir. Burada belə yaza bilərəm. Kökdə 20 yazarım 2 kökdə 5 çıxılsın 4. Vurulsun kökdə 5 plus 2. Buradan 2-ni çölə çıxarsaq nə olacaq? Olacaq 2 vurulsun kökdə 5 minus 2 kökdə 5 plus 2. Bu ifadə bizə nəyi xatırladır? A kvadratı B kvadratını. Deməli olacaq nə? 2 vurulsun kökdə 5-in kvadratı çıx 2-nin kvadratı. Bu da bizə nə verir? 2 vurulsun 5 çıxılsın 4. Bu da bizə verir 2 vurulsun 1. Cavab olur 2. Hamıya aydındırmı bir nömrəli sual? Hamı başa düşmür bir nömrəni? Problem qalmamış orada. Bəli. Gözəl. Bəli. İndi bunu silək sonra. 2 nömrəli sual. 2 nömrəli sualı keçməmişik. Amma keçsək asan sualdır. 3 nömrəli sual keçməmiş. Bir dəqiqə uşaqlar. Bu qeyd elədiyim nömrələrə mən baxım. Bunun sizin üçün hansı nömrələri qeyd eləmişəm. 4 nömrəli sual. Əslində keçməmişik, amma çox sadə bir şeydir. Ona görə mən onu sizin üçün ümumiyyətlə izah edirəm. Qrupa görüm hansı nömrələr qeyd eləmişəm. Gün səsim elə batırır. Sınav 1-də 1-i demişəm, sonra 4-ü demişəm. Diqqətlə hamı 4-ə baxır. Deyir ki, köklərindən biri, bax, qulağında sırğı elə. Köklərindən biri x1 2 plus 3 idisə, gözünü bağla. X2-ni dərhal bunun qoşması yaz. 2 minus 3 yaz. Heç kimin sözünə qulaq asmırsan ha, qətiyyən. Heç kimin sözünə. X kvadratı çıxılsın 4x plus c bərabərdir 0. Rəhmətli V teoremi yadındadır. Deyirsən ki, x1 plus x2 nədir məndə? 4-ü verir. Verdi mi burada? Toplayanda bax burada yoxlayırsan. Bax gör verirmi? Görürsən ki, verir. Onda deyirsən ki, müəllim, x1 vur x2 nədir bəs? O da bərabərdir c-yə. Aha, c-ni necə taparam? x1-im nədir? 2 plus 3-i.
X2 nədir? 2 minus 3. Ay müəllim, bir dənə də Viyetin belə bir gözəlliyi, Viyet deyirəm, bu kompleks ədədlərdən bu söhbət gedir. Kompleksdə, buraxılışda düşən sual çox sadədir. Uşaqlar kompleksi çox qorxudurlar. Kompleksi sizə görə kəsib doğrayıblar. Çox sadə halı salıblar. 99% bu cür şey düşəcək. Ya bu düşəcək, ya bunun qoşması düşəcək. Çox sadə bir şey düşür. Deməli, hətta bloka belə. Qulaq asın. Bir dənə burada bilməli olduğunuz bir siz nədir? İlk kvadratı bərabərdir -1-ə. Bir dənə bunu bilin, suda. Qalan hər şey bilirsiniz də. Bu sənə nə verir? Verir nə əzizim? 2-nin kvadratı. A kvadrat çıx B kvadrat. Da bu çıx 3-nin kvadratı. Nə verir bu? Verir 4 çıxılsın 9 i kvadratı. Sən də bilirsən ki 4 çıx 9 vurulsun. I kvadratı nədir? -1. Deməli vurulsun -1-dir. Vurulsun -1. Bu da bizə nə verir? 4 plus 9 bərabərdir 13. Bu sual hər kəsə aydındırmı? Cavab oldu 13. Bir dəqiqə. Bəli. 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 Harda bir Bəli. sınavı varmış. Bayağıdan da axtarım 13-ən. Deməli, sonra 5-i demişəm. 5-ə də indi baxırıq. Bir dəqiqə qrupa bir dəfə də bir xatırlatma atmalıyam. Bəzi uşaqlar elə bilirlər ki, mən başqa link atmışam. Qoy yazın ki, burada sınavların izahıdır. Yalandan belə qırmızı bəzi sosmus ataq ki, aydın olsun. Necə? Bu hara açıldı burada? Növbəti sual. Növbəti sualımız 5-dir. Gəlin lövhəni silək. Baxaq 5 bizdən nə istəyir. Deməli. Baxın, sınavın izahına kim qoşular, kim qoşulmaz özü itirər. Mən sadəcə uşaqdan soruşacağam ki, sınavın izahına niyə qoşulmuyubsan? Mən özümü yoran deyiləm. Bundan sonra mən sözümü zaten demişəm. Bu sınavın izahına qoşulmaq demişəm ki, 80% məcburidir, 20% özün bilərsən. Sən nə olar olar. Qoşulan özü qazanar. Bu məcbur deyil. Deməli, baxırsınız nömrə 5-ə. Diqqətlə qulaq asın nömrə 5-ə. 5. Fx bizdən nəyə bərabərdir? Bizdən deyir ki, 2 bölünsün x kvadratı plus 4x plus 6. Diqqətlə hər kəs mənim dediyimə qulaq asın. Hər kəs. X kvadratı plus 4x plus 6. Kim deyər? Bu funksiyanın ən kiçik qiyməti var, yoxsa ən böyük qiyməti var? Kim deyər? Minimum qiyməti var, yoxsa maksimum qiyməti var? Ay sağ ol. Bu funksiyanın ən kiçik qiyməti var. Səbəb, çünki bunun əmsalı 1 var ha. 1 müsbətdir. Bu funksiyanın ən kiçik qiyməti var. Ərkədə. İndi mənə diqqətlə qulaq asın. 2-ni ən kiçik bir ədədə bölsəm, cavabın nə olacaq? Maksimum olacaq. Deməli, indi mən bu ifadənin ən kiçik qiymətini necə tapıram? N tapıram. Düstur yazıram. 4AC çıx B kvadratı bölünsün 4A. Yazıram. 4 vurulsun 1. 4 vur 1 vur 6 çıx 4. 4-ün kvadratı neçə eləyir bu? Eləyir 4. Bu da eləyir 8. Cavabım oldu 2. Ay sağ ol. Cavabım oldu 2. 2-ni 2-yə böldüm. Deməli, nə oldu fx-i? Oldu 2 bölünsün 2. Yəni cavabım oldu 1. Bu maksimum qiymətdir. Max qiymət demək mənfi sonsuzluqdan olacaq 1-ə qədər. Yəni bu funksiyanın A və C ən böyük qiymət 1-dir. Mənfi sonsuzluqdan gəlir, 1-də dayanır. Cavab oldu C variantı. Hamıya aydın oldu mu C variantı? Bəli. Bəli. Uşaqlar, nə aydın olmalıdır? Ən incə nöqtəsinə qədər soruşun. Bir dəfə də siz özət keçək. Dedik ki, x kvadrat plus 4x plus 6-ın ən kiçik qiyməti var. Hardan bildim? X kvadratın əmsalı 1-dir deyə. Onda x kvadrat plus 4x plus 6-ın ən kiçik qiymətini tapdım. Bu da 2 verdi. Düsturda 4a çıx B kvadratı bölsün 4a-dır. Sonra qoydum yerinə. 2 bölünsün 2 alındı 1. Bu 1 funksiyanın maksimum qiymətidir. Deməli bu funksiya mənfi sonsuzluqdan gəlir 1. Maksimum nöqtəsinə dayanır. Ona görə cavabım olur ki, 6-nı keçməmişik. Sonra cavabım gəlir 8-9. Lövhəni təmizləyək 8-9-a baxaq. Yəni bizim əlimizdə elə də bir şey qalmayıb. Trigonometrlə falan birazdan çatarıq. Geri olan uşaqlar da bəzi uşaqlar çox geridir, bəzi uşaqlar biraz vaxt məsələsinə görə geridir, gec qoşulmalarına görə falan. Məsələn 2 ay falan da məşğul oluruq. Ona görə də onlar da narahat olmasın. Yəni proqramı elə qurmuşuq ki, çatdırarıq. Amma biraz da sizin üstünüzdə də çox güc düşür. 8. Ona görə çox çalışmaq lazımdır. Özünüz baxın, tiplərlə müəyyən edin. Bir də özünüz öz balınızı hesablayın uşaqlar. Mənə diqqətlə qulaq asın. Sondan 1-dən 18-ci sualda daxil olmaqla. Balları 3,1-dir. 3,1-ə vurursunuz. Yox, son 7 dənə açıq var. Yazıram. Son 7 açıq.
Son 7-ni geri əvvəz yazarım. Azərbaycan deməş olmuruq. Azərbaycan yaddan çıxır. Son 7 açıq. Hamısının balı 6.3-dür. Belə hesablayırsan. Vur öz balını hesabla. Məsələn, özünüz üçün artım qoyun. Məsələn, tutaq ki, bu həftə yığdım 70 bal. Görüm gələn həftə artıra biləcəm. Belə şeylər eləyin. Özünüzlə rəqabət aparın. Tabii bunların bunu özünüz eləməlisiniz uşaqlar. Müəllim, valideyn falan. Bunlar həmişə sizin yanınızda deyil ki, bunlar sizə desin. Özünüz eləməlisiniz. 8. Mənə deyir ki, 14-dən böyük 25-dən kiçik olan. Deyir ki, ədəd qoyuram 14 ilə 25 aralığında olsun. 3-ə qalıqsı bölünən ədəddən çox. Baxın, imtahanlar dediyim kimi elə suallar olur ki, onu hamı yaza bilir. Bax bu həmin o suallardan. Bunu hamı yaza bilməlidir. Hansıdır onlar? 15-dir, 18-dir, 21-dir, bir də 24-dür də. Nəyi soruşub bu gözlənirsə? Çoxluğunu tap bu. Yazın 8-ci cavabı qutarı getdi. Sonra 9. Bax, AOD haradır? Bura. Gəlin bunu biraz şey yazaq. Biraz açıq yazım, nazik yazım ki. Bax, bu bucaq. Neçə dərəcə? 110 dərəcə. Bu qövsün uzunluğu nə qədərdir? Bu qövs elə ona bərabərdir. Bu da 110 dərəcədir. Bax bura. DOS. Bura. Bu neçə dərəcədir? 100 dərəcə. Bura BOS. Bu neçə dərəcə? 80 dərəcə. Səndən nəyi soruşur? Hər halda buranı soruşur da. Buranı soruşur. Bu neçə dərəcədir? Ya bura olduq. Bu nə rəngdir? Hə. A bu soruşur. Burada bir dənə alfa deyirsən. Deyirsən ki, ay müəllim, alfa, bax 9-cu sualı buradan yazıram. Alfa plus 80 dərəcə plus 100 dərəcə plus 110 dərəcə. Neçə dərəcə? Bu nəyə bərabərdir? Çevrənin bucaqların cəmi nədir? 360 dərəcədir. Çevrə 360 dərəcə. Tam bucaqdır axı. Nə yazıram? Alfa plus neçə eləyir bu? 290 bərabərdir 360 dərəcə. Bunda mən də alfa tapıram 70 dərəcə. Deməli mənim cavabım 70 dərəcəymiş. D variantı. Hamıya aydın oldu 70 dərəcə hardan gəldi? Bəli. Bəli. Baxın, 8, 9 və 10. Üçü də elə suallardır ki, onu hamı yazmalıdır. İndi onu da sizin üçün göstərim, lövhəni sileyim. Vəsil buradasan? Bəli. Vəsil. Hər kəsin adını qeyd eləyərsən, gör dərslərə kim qoşulub, kim qoşulmur. Bir dəqiqə uşaqlar. Görün kim bizim burada. Valla bu vaxtda zəng eləyəm. Alo. Ana dərsdəyim mən nə idi? Dərsdəyim ana nə idi? Yazmış, ağaca yazın. Hə. Paltar giyməm, soyuq pis. Hə, yaxşı müğayət ol özünə. Dərsdəyim keçirəm. Yatıb. Necə yata? Ana nə bilim yorğundur yatıb da. Mən keçirəm axı. Geri şərifsiz. Sağ. Deməli, bayaq nə edirdik? Deyirdik ki, 8, 9, 10 ardıcıl yazılıb. Elə suallardır ki, onu hamı yazmalıdır. Gəlin baxaq görək o nə sual imiş. Ayşə sən dedim də işi. Kim qoşulub onu dedim mi sənə? Bəli. Baxın, birinci baxırsınız ki, burada neçə ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 ədəd var. Bax, mümkün hal. Mümkün. 8 dənə ədəddir. Natural. Neçə dənə natural var aralarında? Gəlin bunu biraz qalınlaşdıraq. Natural. Baxıram budur natural. Sonra natural hansıdır? 24-dür natural. 2 dənə natural var. Məndən nəyi soruşur? Hansı hissəsi naturaldır? 2-ni böldüm 8-ə, eləyir 4də 1. Cavab eləyir 4də 1. Bu sualda ümid edirəm ki, aramızda bütün şahidlər yazıb. Çünki bu elə suallar ki, 3 sualı, üçünü də. Evet sual. Bəzi uşaqlarda qoşulmayanlar səbəblərini yazırlar. Deməli, baxaq növbəti sualda nə var burada? Lövhəni silək. Sonra baxarıq 12-ci sual. Baxın 12-ci sualda elədir. Hər hamı bunu yazmalıdır.
Bəli, 12. Dedik ki, nədir 12? Mənə deyir ki, 5 deyəsən 5 deyildi, 15 idi o. Hə, 15'miş. 15 plus x bölünsün 4 bərabər 5 tənin kökünə 10 vayd böyük ədəd tapaq. Baxın, 15 nə var ki burada? Bunu görən kimi gərək dua eləməlisiniz uşaqlar. X bölünsün 4 bərabərdir 5. Onda burada nədir? X bölünsün 4 bərabərdir nəyə? Mənfi 10'a. X bərabərdir mənfi 40'a. Onda 10 vayd böyük. Yəni x plus 10 o da edir mənfi 30. Cavabım oldu mənfi 30 Y variantı. 3 ədədi neçə sadıq var? 300 ayıram sadıq var. 2 vur 5 30. 2 vur 5 3. 3 3'e 1. Neçə sadə vuruq var? 2'nin kvadratı 3 üstü 1 5 üstü 2'dir. Sadə vuruqların sayını necə tapırdıq? Qüvvətlərini toplayırdıq. Yəni 2 plus 1 plus 2 cavab edir 5. 5 dənə sadə vuruq var. Yox, əgər sorulsa neçə dənə müxtəlif sadə vuruq var? 3 dənə. Yox, əgər sorulsa neçə dənə sadə böləni var? Yenə 3 dənə. 2 3 5. Bu belə. Sonra bunları silək. Bunları istəsəz özünüzdə SS ala bilərsiniz. Zaten mən video şəkildə bunu YouTube'a atacağım. Sonra linkini atacağım. Bura. Qrupa ki, baxasınız özünüz. Əzizlərim, Z qaydası keçmişdik. Belə Z olmaz olsun. Bura betadır. Onda burada beta olur. Ay müəllim, buradan gördüm ki, açıq bucaq əmələ gətirir. Onda görürəm ki, alfa plus beta nədir? 180 dərəcə. Amma şərtdə mənə nə verib? Yazıb ki, alfa çıxıq beta 120 dərəcədir. Onda müəllim, bunları topladım. 2 alfanı aldım 300 dərəcə. Alfanı tapdım 150 dərəcə. Onda beta neçə tapdım? 30 dərəcə. Məndən nəyi soruşur? Betanı soruşur 30 dərəcə cavab oldu D var. Hamı aydın oldu mu? 14-cü sual nə elədik? Cevap desən Ben de. Y idi. Orada Məndən Y kim nəsə çıxmışsa soruşur? doğru bildim hələ. Ya cavab Y çıxsa uşaqlar özünüz üçün bir dənə plus qoyun. Əsəbləşməyin. Gecə vaxtıdır sanal eləməyin. Bilirəm aqressivsiz biraz. Biri bugün atasan nədir? Hə, növbəti sual. Lövhəni silirəm. Deməli 14-dən sonra gənclər. Vay vay vay. 15-ci sualı kim dizəcək? Bizim bu qrupda kimdir o igid? Kim bizim üçün o 15-ci sualı necə gələr? Bilmirəm. Dilimə etibar sözü gəldi. Nə demək olduğunu bilmirəm. Kim izah edir bizim üçün? Səssizlik var. Mən bu sualda baxaq necə həll edək bunu. Əslində bu sualı keçməmişik. Ki bu bir mənalı olaraq sahə falanla əlaqəli bir şeydir. Və bu sualda cavabı 210'dur. Yəni burada 200'ü 210 eləməlidirlər. Səbəb nədir? Gəlin izah edək. Belə bir şey deyirlər ki, Lezzətdə. Bunu mən də bilmirəm, ha. Deyirlər ki, əgər tənbölən çəkmisənsə, median çəkmisənsə, bura bir dənə A, bura bir dənə B, bura bir dənə C, bura bir dənə M. Tənbölən mi dedim? Xeyr. Şey çəkmisənsə, M nə idi? Orta xətt də, yəni. M orta xəttdir. Nə olub bizə? Orta xətt. Orta xətt isə onda sahələrin bölünmə nisbəti 3S-in S-ədir. Onda əzizlərim, bu sahə 3S S nisbətində bölünür. Belə bir bölünmə var burada. İndi bizə şərtdə deyir ki, bu sahə, bax bu iştirik. S, gəlin şəkli bir dəfə də özümüz çəkək ki, özümüz də bir şeylər danışa bilək. Bəlkə kitabın cavabı düzdür, biz özümüz səhv deyirik. Baxaq. Məsələn, mən indi burada şifaya baxdım, daha belə gördüm. Bəlkə reallıqda onlar haqlıdırlar. Belə çəkdik bunu. Buradan bir MN, buradan bir belə çəkdik. Buranı dedik MN, buranı dedik YD, buranı dedik B, buranı dedik A, buranı dedik S. Bizə bu qardaş bu hissəni, məsələn mən nə deyim? Bura məsələn belə deyim də. Y-də orta xəttdir bu arada. Deməli bura ayrılıq hissə bərabərdir. Mənə deyir ki, S Y M N-dir bərabərdir 42-yə. İşim yoxdur ondan.
Elə olsun. Sonra deyir ki, 2y 2y bərabərdir 3MB-yə. Yaxşı. Onda mən görürəm ki, YM-im 3K olsa, onda MB-m 2K olar. Yazıram bura. Deyirəm ki, əzizim, onda belə bir şey eləyək. Bura Y-mə 3K yazsam, onda bura olar 2K. Yekunda bura neçə olar? Bura olar 5K. Median daxı falan filan belə. Onda mən deyirəm ki, bura 3A olsa nisbətləri bərabər olmalıdır axı. Onda burada olur 2A. Yekunda burada olur 5A. Hə, bax burada vəziyyət ciddiləşir. Mənə biraz qulaq asın. Vəziyyət burada kritikləşir. Burada Y-də orta xəttdir. Orta xəttdir. Gəlin mən məsələn burada bir dənə B desəm, bura olar 2B. Belə maraqlı bir şey dedim. Deməli. Necə baxaq buna? Y-nin nisbətə bölünməsindən danışaq. Məsələn, bu yazıq H burada hansı nisbətlərdə bölünür? Gəlin ona baxaq. Birinci baxaq ki, H burada hansı K-lara olan nisbətə etibar edir? Məsələn, bu etibar sözü nədir bilmirəm. Bu H 3-ün 2 nisbətinə bölünəcək. Diqqətlə qulaq asın. H 3-ün 2 nisbətinə bölünəcək. Yəni sən deyirsən ki, belə deyək də onda. Deyirsən ki, bura əgər qoy qırmızı olmasın, başqa bir dənə manuel rəng yoxdurmu burada? Yaxşı, belə bir yaşıl. Bura əgər 2H-dırsa, onda bura H 3H-dır. Belə bir nisbətdə bölünüb. Deyirsən ki, 3H-ı buradakı vurdum B-yə, məsələn. Bir dəqiqə. 3H-ı vurdum B-yə, alınan nisbət 3H-ı vurdum B-yə. Alınan nisbət bizə neçə verir? Tutaq ki, vurdum B-yə, məsələn, tutaq ki, böldüm 2-yə. Bizə verilən nisbət 42-dir. H vurulsun B olur neçə? 28. Onda məndə belə bir şey aranır ki, onda burada, onda burada. Onda burada. Nə olacaq? Oturacaq burada nədir? 2B. Yekunda bura neçə H-dır? 5H. Demək, buradan yarıya bölünə görə buranı da belə fikirləşəcəm ki, buradan burada 5H-dır. Onda belə bir şey deyək. Deyirik ki, 10H-ın neçə tapdıq? Bir dəqiqə. Burada belə yazaq. S-ABC yazaq. Bizdən S-ABC-ni soruşur. S3 bizə ABC bərabərdir. 2/1. Buranı BK götürək. BK vurulsun. Ta ki, AC olsun. BK vurulsun AC. Üçbucağın sahəsi bu. Düzdür, bunları hələ keçməmişik. Bu da əslində keçmədiyim sualdır. Sadəcə bunu sizə niyə vermişəm bilmirəm. Yəqin gözümdən qaçıb. AC. Biz 2/1 vurulsun. BK-nı nə götürmüşük? Bizdə BK nədir? 10H-dır. Düzdürmü? 10H. Vurulsun. Bizdə bu nədir? 2B-dir. Onda mən görürəm ki, buradan alınır 10HB. Ki, bayaq sən HB-ni necə tapmışdın? 200. Demək, cavab 280-dir. Ki, burada cavab 200 verilir. Bayaq mən özüm baxanda səhv hesablamışam. Bu sual 200-dür. Cavab burada. Burada bunu səhv verilib. Bunu bir dənə ulduzunu qoyaq. Yəni, bunun cavabı da orada səhv veriblər. Buradan sonraki testlərdə də bəzi bir iki yerdə səhv var. Kimi onun cavabını sizə düzəldib deyəcəm. Bu sadəcə gözümdən qaçıb. Həm də ki, bu bizim keçmədiyim sualdır hələ. Sual azdan çoxdan aydın oldu mu uşaqlar sizə? Nə etdik burada? Yoxsa aydın olmadı? Aydın Yaxşı. oldu. Aydın Yaxşı. böyle. Başa düşdüm. Bunu keçəndə daha yaxşı başa düşəcəksiniz. Burada əsas düşündüyünüz hissə bilirsiniz nədir? Əgər xəttlər 2 dənə xətt çəkilib bir-birinə, kəsdi hissələr paraleldirsə, bu hissəni, məsələn, bura A-dırsa, bura B-dirsə, bura C-dirsə, bura D-dirsə, bu hissələr bir-birinə paraleldirsə, maşallah, rəngə bax. A-nın B-yə nisbəti bərabərdir C-nin D-yə nisbətinə bərabər olmalıdır. O məntiqlə biz buranı 3K, 2K, sonra buranı 2A, 3A, 5A, sonra buranı 2H, 3H yazdım. Düzdür, biz onları hələ keçməmişik. Onlar düz hərəkət oxşarlıq falandadır, nisbətlərin belə bölünməsi. Orada bunların ətraflı izahını bir həftə verərik. Nəysə, bu sual haqqında çox vaxt itirdik. Amma qəşəng sualdır bu. İndi biz baxırıq neçə suala? 16. 16 bizə nə istəyir?
Baxın, silsilədir. Hamı diqqətlə qulaq asın. Silsilə sualını yazmaq lazımdır. İmtahana düşmüş silsilə sualını yazmaq lazımdır. Mənə deyir ki, 16-da S9-un S9 görən kimi ağlımda nə canlanır mənim? 2A1 düsturunu yazacağım indi. Mən programı yazıram. Düsturunu birazdan yazacağım. 2A1 plus 8D bölünsün 2 vurulsun 9. Bərabərdir nəyə? 72-yə. 2-yə bölsən nə olacaq? A1 plus 4D vurulsun 9 bərabərdir 72. Onda nə olacaq? A1 plus 4D bizə verir nə? 8. A1 plus 4 də nədir? A5-dir də. A5-də 8-miş. Səndən elə bunu soruşurmuş. A5-i soruşurmuş. O da 8-dir. İndi bax, silsilənin düsturlarını yazıram. S-in düsturu bərabərdir. Bu düstur var. 2A1 plus n minus 1 bölünsün D bölünsün 2 vurulsun n. Ədədi silsilə. Söhbət ədədi silsilədə gedir. Təkrar edirsiniz ha. Diqqətlə qulaq asın mənə. Silə. Sonra A-ın düsturu var. Bayaq bundan istifadə edir. Məsələn, A1 plus 4D. Hardan bilik A5-dir? Buna görə bu düsturdan. A1 plus n minus 1D-dən. A-ın düsturudur bu. Sonra D düsturu var. A-n çıxılsın A-n minus 1. Yəni, bunu lor dildə belə deyim. Məsələn, D bərabərdir. A5 çıxılsın A4. A7 çıxılsın A6. Özünə sonra gəl. Bu düsturları hamınız əzbərləyin. Baxın, təkrar üçün bir dəfə yazın. Yanına bunu rəngləyirəm ki, biraz da gözünüzə girsin. Gözünüzə dəysin. 16. 16-da belə get. Baxın, silsilə sualıdır. Hökmən düşən kimi yazmalıdırsa, düşən kimi. Sonra lövhəni silək baxaq 18-ə. 17-yə də alırsın. 17. Ümid edirəm hamı bunu düz yazıb. Deyir ki, düzbəl eni 12-dir, A 12-dir. B-ni soruşur. Sahədə 360-dır. Düzbəli budur uşaqlar. 90, 90, 90, 90. Bura canlarım. A olanda bura A olur, bura B olur, bura B olur. Sahəsi A vurulsun B-dir. Bərabər 360-dırsa, buradan hamı B-ni neçə tapar? 30 tapar. Perimetri də budur. 2A plus 1. Bunu da hamı yazmalıdır ha. Cavab edir 84. Bu da belə. Sonra funksiyanın təyin oblasti ən vacib hissələrdən biridir. Funksiyadan düşsə, qrafik düşməsə təyin oblastının düşmə ehtimalı daha çoxdur. Nəinki təyin oblast. Bir də funksiyalarda ən çox düşmə ehtimalı budur. Ya qiymət qoyur. Məsələn, tutaq ki, B-ni tap, C-ni tap. Ya da ki, təyin oblast. Təyin oblastda canlarım. Bizi burada bir dənə yoran nədir? 18-ə bax, bura köçürdüm sənin üçün bura. Fx bərabərdir. Bax, x plus 3 bölünsün kök altında 0,7 minus 1,4x deyir. Neynəyəcəksən burada? Burada sənin üçün yuxarıda problem yaradan heç nə yoxdur ha. Yuxarıda problem yaradan heç nə yoxdur. Rahatdır yuxarı. Aşağıda kök var və məxrəcdədir. Canlarım, məxrəcdə olmasaydı normalda neynəyəcəkdin? Normalda yazacaqdın ki, 0,7 0,7 çıx. Neçə? 1,4x. Böyük bərabərdir 0-da. Çünki baxın, y bərabərdir kök altında x funksiyası. Bunun təyin oblası nədir? X böyük bərabərdir 0-dan. Baxın, təkrar üçün yazıram. Yadda saxlayın. D-dir. D-dir təyin oblasıdır. 0 müsbət sonsuzluqdur. Ay müəllim, Y nədir? Y də eyni şey uşaqlar. Y də mənfi qiymət ala bilməz. Ən kiçik ala biləcək qiymət 0-dır. 0 müsbət sonsuzluq. Təkrar kimi bunu yazıram ha. Amma deyirsən ki, müəllim, axı bu məxrəcdədir. Biz bunu 0-a daxil edə bilmərik. Ona görə daxil işarəsini sildim. Deməli, nə oldu? Canlarım. Oldu 1,4x kiçikdir 0,7-dən. Nə bəzər cavabdır bu? Hə, yox, yaxşıdır. X kiçikdir 2/1. Mənfi sonsuzluqdan 2/1-ə qədər. Aydın oldu? Bəli. Uşaqlar, yox aparıb sizi. Vallahi əhvalat bilmirəm. Yoxsa siz üçün qəşəng bir dənə əhvalat danışardım. Lövhəni silirəm. Baxın, buradakı suallara hamınız diqqətlə fikir verin ha. Burada sizin taleyiniz həll olunur uşaqlar. Bir də gördün, buna oxşar bir sual imtahana düşdün qabağa. Həyatdır, bilmək olmaz. Həyatdır, bilmək olmaz. Mən 29-cu sualı burada yazmaqdansa, çünki bizim 2 dəqiqə 24 saniyə vaxtımız qalıb. Burada lövhə silinib gedəcək. Ona görə mən 24-ü yazmaqdansa, bir dəfə də silinməsin deyə, bir dəfə də yazmayaq. Mən 23-ü sizin üçün izah edirəm. 23 daha asandır. 23 xəttindən inşallah dəyməz. 0,1x çıx 0,5. Kiçikdir 0,6-dan. Hər tərəfə 0,6 əlavə edirsən ki, ortada x-i tək saxlayasan.
Onu da yaza bilməsək bu vaxtda biabr olaraq. 0.1x çıx mənfi 0.5 plus 0.5. Onlar nə? 0.6 plus 0.5. Bu tərəfdə alınır 0.8. Bu tərəfdə görürsən ki 0.5-lər getdi. Oldu 0.1x. Bu tərəfdə də oldu 1.1. Hər tərəfi 10-a vurursan ki x qalsın. Boş x. Bizim bayaqdan çabalamağa çalışdığımız, əmələ gətirmək istədiyimiz iş x-i tək saxlamadır ki, ona tək söhbət edir. Buradan 10-a vursan olacaq 8, x 11. Bu şərti ödəyin. Ədəd natural ədəd. Baxın, sizə yadınızdadırmı? Dərsdə o gün dedim ki, elə sadə suallar olur ki, hamını yaza bilsin və məsələn aralıq verir, deyir ki, natural ədədlərin sayını tap. Bu da neçə edir buradan bura? 20, 30, 38. Baxın uşaqlar, görürsünüzmü? Bəzi sadə suallar var. Ona görə biraz, yəni o 25 yazanda, məsələn sizə deyirəm ha, kim 25 yazdı ona 300 manat pul verəcəm. Sizə bəzən deyir ki, aya çox çətin bir işdir. Həqiqətən çətin bir şey deyil. Sadəcə sistemli çalışmaq lazımdır. Məsələn, hansı bölmədə mənim zəifliyim var? Müəllimə deyim mənə sınaq açsın və ya da ona test işləyim. Topuna gedim təkləri işləyim. Və yaxud da nə edim? Məsələn, indi bu qəbullara qoşulum, dərsə qulaq asım falan filan belə. Dərs bayaq 10 nəfər idi, 1 nəfər də çıxıb. Yəqin deyək ki, yorulub da, çay içməyə falan gedib. Nəysə. Bunlar bir qırağa. İndi danışmamda məqsədim biraz zoom atacaq sizi. Onu gözləyirəm. Belə. Bilirəm uşaqlar yorulursunuz falan, çətindir indi bu vaxtı qoşulmaq falan. Dərsləriniz var. Amma biraz əziyyət çəkmək lazım ki, martda bəhrəsini görəsən. Mən də kompüterim indi sönəcək birazdan. Bunu da qoşum. Link atılan kimi hamı dərhal qoşulur. Oyan bu yana qaçmaq yoxdur. Atılan kimi təzədən girsən WhatsApp-a, bastın, qoşuldun. Deməli, baxır buradan sonra 19-a.